Sizden danıştı, baktı, reçep yazdınız. İngilizce yazıyorum. Burada yazı prosimil, panangin, kardiyomagneum, Onlar manasa. hamısı var. Onları qəbul edirsiniz. Ümumən götürəndə, bəli, ümumən götürəndə sizdə ürək çatışmamazlığı, Hə. xroniki, bəli, xroniki ürək çatışmamazlığı Su mövcuddur. var, ürəyində su var. Ürəyində də su var, perikardda da su var, plevra boşluqlarında da 1 litrə yaxın su var. Yəni sizin təncə nəfəsliyi də verir yəqin ki, sizə bu uzanıb yata bilmirsiniz yəqin ki. Yox, ağız da yatıram mən yatan, arxası qatda yatır. Bax şey, ömrümdə Siz yatır. bu su ilə, bu maye ilə necə yatırsınız? Rahat. Neçə il sizdə təncə nəfəsliyi Təngə olur? nəfəs olanda Furasimidin yazıb mənə. Şey, Və bu son şəhər zamanlarda, klinikası yoxdur, mərkəzi klinika. Oradan əvvəllər də sizdə ağziyərinizdə, yəni bu Yox, plevra yox. su... Keçən il avqustdan dedilər, yolladılar mənə ağciyərə Zahir həkimin yanına. Bəli. Çəkdi, dedi qoy analiz götürək. Bir həftədir mənə saxladı, adını qəbul Çəkdi. etdi. Görək nə? Keçən ildə olmuşdu. Keçən il avqustun 12-sində getdi. Sentyabrın 15-də, onunla. Çəkdi, dedi qızım sən də. Sonra mənə dedilər sən onkoloji xəstəsən. Yolladılar mənə onkoloji. Getdim orada da analiz verdim, o da tabletka yazdı, dedi onkoloji deyilsən. Prosta çəliklə Yəni sizdə gəlsə damar problemləri, ciddi Damar, damar hə. problemləri də var. Ürək damarlarında da tutulmalar var. Aşağı ətraf arteriyalarında tutulmalar var. Hardasa 70%-ə qədər tutulmalar var. Qidalanma zəifdir. Dediyimiz kimi o barmağın da üzərində yara yaranması və nəticədə qanqreniya uğraması, bunlar hamısı yəni bir yötəndə ümumi vəziyyətin təzahürüdür. Ağciyərdə bu vəziyyətdir, ürəkdə bu vəziyyətdir, arteriyalarda o problemlər var və aşağı tərəf arteriyalarında problem olduğu kimi qan dövranı zəifdir. Nəticədə yara sağalmır və belə bir fəsadlara gətirib çıxarır. İnşallah müalicələrə başlayaq, görə necə göstərir. Yaxşı mı? Yaxşı olar.